Bağışlayın, bir dənə bizim şəklimizi çəkə bilərsiniz? Yox. Gözəl ay gözəl. Yaz. Plus 994 0. Siz də işə düzəlməyə gəlmisiniz? Yox. Şalvar almışam, balağını kəstirəcəm. Salam. Salam. Çox üzr istəyirəm, vaxtınızı çox almayaq, amma biz hicablı xanımlar işə götürmürük. Niyə? Bu dini ayrı seçkilik deyil, sadəcə şirkətin şərtləri belədir. Bəs bunu hardasa yazardınız da. Sivimi görməmişdiniz. Axı mən evdə körpü uşaq qoyub gəlmişdim. Üzürlü sayın. Salam. Salam, xoş gəlmisiniz. Mənim bu sahədə işləyən, öz işini bilən çox HR dostum var. Amma sizin isə təzə bir şeysiniz. Ona görə sizə 4 məsləhət verəcəm. 1. Yalan danışmayın. İnsanlara sizə zəng edəcəyik deyib, onlara ümid verirsiniz. Bu iş kimisə son çıxış yolu ola bilər. 2. İstər müsəlman olsun, istər ateist. Kiməsə inancına görə münasibət göstərmək mundarlıqdır. Bir də heç kəsin sivisini zibil qabına ata bilməzsiniz. Orada onun şəxsi məlumatları var. 3. Siz çalışın bir-birinizlə ailə qurmayın. Çünki sizdən yaranan nəsil təkamül prosesini geri apara bilər. 4. Mən zəng eləməyim. Salam Adil bəy, hesab Eltonad gün 20 manatdan pul yığırıq. Mənim Eltondan zəhlən gedir, ona görə pul zad verməyəcəm. Deyərsin mənim stoluma tort zad qoymasın. Müəllim Ürəyiniz başqa nəsə bir şey istəyir. Cızbız. Bizdə cızbız olmur. Onda belə ağıllı suallar verir. Nə olub xala? Səhər tezdən yerləri silirdim. Sizin müdürünüz əlində telefon gəldi. Ayağı sürüşdü, az qaldı yıxılsın. Ağzına gələni mənə dedi, 60 yaşım var. 6 qram ağlın yoxdur. Ona görə də xadiməsindən başqa əlindən bir iş gəlmir. Oğlum eşitsə